Çok sağ ol. Hanım buradan izləyir səni Damla. Buradan səni izləyir. Hardan bildin ki, hanım girdi səhifəyə? Bilirəm də onun sayfasını tanıyırım. Çıktı burada o sözleri diyenden sonra çıktı burada. Tanıyırım onun sayfasını. Onlar həmişə məni izləyirlər. Hamısı məni izləyirlər burada. Hamısı izləyirlər. Niye izlemirlər ki? Göğe eləyə bilməzdi. Mənə bir otaq ev eləyə bilməzdi. Mənə bir şey eləyə bilməzdi. Eləyərdi. Sadece daşdır onlar, daş. Onlar sadece benim hayatımın sonunu elədir. Onlar hamısı məni izləyirlər. Hamısı. Ya izləmirlər ki, izləyirlər. İzləyirlər kızlar. Niye izləmirlər ki? Ağlamadım, Allah böyükdür. İnşallah her şey yaxşı olacaq. Mən heç biri unutmaram. Elvin qardaş. Mənim bədənim hamısı belə izdi, yandırıblar. Çünki dədəm yandırmamışsın. Mən hiçbir şey deməmişim. Valla bugüne kadar hamısı yandırıb. Bak izlerim hamısı buradadır. Yara izlerim buradadır hamısı. Her döyəndə sigareti basırdı, kesirdi. Ben onu unutmaram. Unutmaram. Ben sen niye ağlıyorum Elvin kardeş? Bugüne kadar bana hiç de eylemedin ama benim karakterde izlemeye ihtiyaç yoktu. İhtiyaç yoktu. Sen öz isteği evinde yatırsan, 2 mertebeli evinde yatırsan, benim hakkım var o evde, benim hakkımdır orada. Benim. Çünkü kardeşlerim askerde olanda ben eləmişim hamısını, ben. Desin ki eləməmişim, ben eləmişim. Ben. Ben eləmişim. Elizabeth yoktu burada. Bilmirəm ki. Elbet. Aycan abi. Aycan. Ben Damla ağlama, hayatta her şey insanlar için, her şey insanın başına gelebilir. Ben çıkacağım, bana bir sözün var mı herhangi bir? Mesela bir şey diyeceğim mi kardeşim? Yok abi, Allah razı olsun sana. Allah canını sağ etsin. Ne gerekiyorsa şey yapalım. Damla Hanım'a da diğerlerine de, tamam. Ne gerekiyorsa. Ağlamasın, gözünün yaşın. Her şey yaxşı olacaq. Həyat davam edir Damla. Öylesi de benim bu kadar çətin deyirəm. Biz Allah haqqı deyirəm. Ben o kadar bezirəm ki, istəyirəm ki, uşağı verim Allah haqqı deyirəm. Çıxım gedim buradan ama deyirəm yerine. Elvin kardeş, üzükü satarsan Elvin kardeş. Aha. Selamünaleyküm. Üzükü satarsan, pul eləyərsən, gönderirsen ben oğluma nəsə alacağım. Baş üstü. Tamam, salam Aycan. Yaxşı bir. Tamoş ağlama Elvin abi, məştubat demişəm, bəs mənim bir Abbasım. Mənim məktubumdan deyəsən. Aycun salam, salam, salam. Görüm mənə nə gəlib, dayan qoy kameranı açsın. Damla ağlama qurban olum. Toymalı o düşdü. Sen məktubu oxu ya. Sən Allah söyüşü oldu soğuğu gəlsin. Mənim bəxtimə romantika deyən qaldı deyəsən. Çaynikin altın yandır kızım. Nəsə həyəcanlandım. Üzüyün qiyməti, hədiyənin qiyməti olmaz. Sağ olsun ki alıb. Onu alan yollama. Elvin nə yazıblar sən Allah? Ay Allah, sağ qurban olum. Damla,
Tək ki sənin bu göz yaşın sevinç göz yaşı olsun. Qurban olun, bacı verərək gedir. Çok sağ olun. Allah kazancınıza kazanç katsın. Allah milyon katını versin. Allah balanızı Xahiş elə modlar çata baxın da. Aygün sen benim hayatımı bilirsen de özün bilirsen o. Ağlam ürəyim. Burada bir dənə söz yazmışlar, təxmini bildim ki, Onun o geldi səhifədir. bak burada izledi beni. Geldi izledi beni. Bak biliriz görürüz. Bir dənə söz yazmışlar, səhər üçün skrin eləmişəm. Deyəsən o səhifə idi. Sən ağlayanda. Ay Güncan salam, salam. Əleykümə salam. Qızlar, Elvin abiyə mənə üçün məktub gəlib. Qoy görüm nədir. Hazırsa oxuyum acını. Yaxşı şeydir Elvin qardaş. Ha. Hə, yaxşı oxu. Damış ağlama. Çox sağ olun hediyə edirə. Təşəkkür. Çox görürüm. İnşallah sevişim. Elizabeth yok burada. Gözüm Elizabeth yok. Hə, oxu Elvin abi. Oxu. Hanım salam. Aha. Nasılsınız? Aa, Türk'tü. Ha. Aleyküm selam, kurban oldum. Ben sizi izliyorum. Aha. Siz iPhone 17 Pro Max girdiniz. İstəyirəm. Narahat olma. Tez bir zamanda onu sana alacağım aşkım benim. Aşkım hətta. Damla indi ürəyində deyir, tüb elə verirsən. Ayda. Hətta aşkım. Damlan ürək gedir. Damış buradan. Sağ olsun, təşəkkür edirəm. Çox sağ olsun, amma gərək yoxdur. Kocacığım. İnşallah Elvin sen verəcəksən telefonu, yoxsa pul atacaqsınız götürəcəm. İnşallah telefonu verirse telefonu verecek, pulu gönderse pulu verecek. Qısa bir zamanda. Böyle. Çox sağ ol Elvin, Allah köməyin olsun. Bu işdə sən də savab qazanırsan. Həqiqətən həkim mənə demişdi ki, mən ürək ağrısından əziyyət çəkirdim Elvin, bilirsən də abi. Yata bilmirdim. Həkimə getdim, dedi ki, nə fikirləşirsən də belə nəyin dərdini çəkirsən ki, sənin ürəyində bu cür problem var. Mən də dedim ki, iPhone 17 deyib yatamıram. Qutudakı şey həyatını dəyişəcək. Nə olsun ki, qızıl üzüyü verib də uşaqlar nəyi düz eləmədi ki? Elvinin elədiyinin bu boydasını siz də eləyin də. Bir damcısını siz də eləyin ki, sevindirin. Nəyi düz eləmədi Elvin? Vasitəçilik eləyir, vaxtı gedir, heç bir xeyri yox. Tək damla gülsün deyə eləyir də. Onu nə qazanır ki burada? Savol deyir. Yaxşı da eləyirik. Neyiniz ki burada? Deyirik ki, cəmat gedib PK eləyir. Özünə nə şey eləyir. Həm Biz də üzünü belə götürür, gülürük. həm Bu xeyir yazanlar verir, Aygün həm Hanım bizi bir manatından keçmeyen insanlardır. Desin ki qeyrətim var, gəl yığ mənə şəxsliyyət, dənə gəl 500 var. 5 dənə xəstə yapan deyil. Gözümün qabağında canlı açacam, yığacam həmin xəstəni bura. Gözümün qabağında atacam canlı efirdə. Elə qeyrətlisən, sənin qeyrətin varsa, onu yazana aid edirəm ha. Kişisənsə çıxar 500 manat ver, yenə hərəyə 100 manat ver. Yox, pul çıxır, deyirlər. Romantika, kartı koyur he romantika. Kartı istəyirlər romantika. Şeydir, damlanın səhifəsində var. Yox, deyirlər böyük puldur, ayıb deyə. Cəmat 30 manatın günlərlə qab yuyur, daş daşıyır. Əlbəttə böyük puldur. Siz için xırda pul ola bilər. Damla Mənim için üçün böyük. böyükdür Aygün. Mənim üçün çox böyükdür Aygün. 100 manatı göndərən xanım, o gün 100 manat göndərdi. Düz deyil oldu damla. Atotlarım bayaqdan ürəyim partlayır. Göndərib, 20 manat bir göndərib, 30 manatda bir. Nə qədər 150 manat pul göndərib 4 gün içində o xanım. Ayıb olsun sizə. Markete girirəm, Allah haqqı elə ürəyim ağrıyır. Görürəm ki, yumurta alırlar, çörək alırlar. Sonra nə bilim, Valla Aygün İbiş bugün çörək canlıda nə tapır, dedi sən Allah? cəmat çörək tapır. Aygün canlıda İbiş bugün nə dedi Aygün? Sən Dedi ki, nə Allah vaxt deyirəm, nə ət dedi İbiş? istəyirdi uşaq. Dedi, nə vaxt ət pişirəsən? Kartoşka yeyirdi. Arada bir ət düşür. Elvin qardaş Allah haqqı elə bilirlər ki mən deyirəm, gülürəm. Məni bugün kəsmətə apardı. Mənim üzümə baxım elədilər də. Bilirəm, o sağ olsunlar. Havayı şeydir, deyirlər,
acından ölür, bunu eləyir. Ona özü eləmir ki, ona kömək eləyirlər, reklam eləyir. Canlısında 1000 nəfər adam olur, xeyri dəyərləsə. Yəni olmaz. Cəmaət Allaha and olsun çoxsu əziyyət çəkir. Prosta toxunacdan üzüyü çıxdı, qızıl üzüyü çıxdı, bir də pul çıxdı. Toxun acıdan xəbəri yoxdur. Yenə vasitəçilik eləyir, üzümüzü güldürə-güldürə, maraqlı vaxtımız keçə-keçə kömək eləyir, vasitəçilik. Onun burada nə xeyri var ki, gedər özü üçün yatar, ya da vaxtını keçirdər də ki, o ayaq üstə qalıb neçə saatdır. Kimisə Kimin gücü çatırsa mənim kartım yuxarıdadır qızlar. vaxtı gedir. Ben bir gün bu çətinlikdən çıxacağım. Onlar heç mənim yoduma düşməyəcək. Ya, Ama Damoş buna da şükür. Buna da şükür. Allah gör necə Ben sadece canlıya baxırsınız. mənim dayım da burada məni izləyir, xalam da izləyir, bibim də izləyir. Allah hamısının bəlasını onların versin elə. Allah eləməsin Damoş. Əsəbləşib elə demə. Amma sənin dərdin anadır, ana sevgisidir. Sən bəlkə də ondan o şeyləri istəmirsən. Yox, Hərəmiz mən həmişə onu istedim. O məni istəmədi. Hepsi məni rədd elədi. Heç istəmədim. həmişə də mən bu qıza nə vaxt baxıram, ağlayır, 5 yalvarır. manat da geldi. Çok sağ olun. Allah kazancınıza kazanç katsın. Allah milyon katını versin size. Ben anamı istedim hemşe. O hemşe beni uzaklaştırdı özünden. Hemşe hemşe iteledi. Zeynə atıb, o yazıcı Damoş gəldi. Sağ olun xanım. Atın Geldi özünü bacım. tamamla bilər. Allah kazancına kazanç katsın. Yox, atanın ürəyindən keçir. Ürəyi onu 2 manat da geldi. Allah kazancınıza kazanç o katsın. bilər, Allah damla bilər. bilsin, Mənə nə, versin sənə size. nə, özləri bilər. Heç kimə atma, yığma deyə Çok sağ bilməz. olun. Başınıza dönerek. Öpürəm canım. Lakin ben ondan hiç de istemedim ki. Bütün uşaklara da ev yeşeledim. Bir defa ona demedim. Bana da elə. Deyirəm, Ben nə onu vaxt sən istedim. gedirəm, ağlayır. Deyirəm, Damla, nə olub yerinizi zarafata salıram ki, gülsün də. Üzüyü çıxdı Elizabeth. Deyir, anamı istəyirəm, anam məni istəmir. Çıqqılı uşaq kimi ağlayır. O bu bana zulüm eledi. Sevgisini bana vermedi. Allah onu götürür mü? Götürmeyecek. Çox sağ ol Fatimə. Romantika bəsdir. Romantika dedin, amma üzüyü çıxdı da. Üzüyü necə görün? Sizə nə? Rusiyadan gündə gələn də olur, gedən də olur. Ne kızısı? Çamadandan üzüyü çıxdı, bir də pul uşaqlar. İnşallah Roma İstanbul. Evlat var anasını istemiyor. Evlat da var anasını istiyor. Ana onu istemiyor. İbo. Babanın yüreği. Baba sabah sana tuyuk eti alacak. Gələn həftə mənim maşınımdan gedə yastarıya. Damla. Getsən qarşılamaz da. Gəl mənim maşınımdan gedək. Üzüyü də Elvin qardaş deyirlər, üzüyü göstər də. Alacağım Zeynep hadi sabah ona tuyuk alacağım pişireceğim. Benim. Üzlük hədiyyə verir, indi Elvin adam gələndə göndərəcək. Sen de olmasa ben ne diyeceğim ha? Hı? Sen de olmasa ben ne diyeceğim? Hı? Nifrət edirəm bu gic Heç talışlara. sənin var yoxundur Zəhra. Əzizlərindir, it qızı it. Talışların Çalışan bir kızı vermeyeyim Talış deyə öləcəksiniz, yanacaqsınız. Elvin dedi. Talış deyə yanıb töküləcəksiniz. Kızlar kartım yukarıdadır. Kimin gücü çatırsa destek olsun da kızlar. Elvin abi, mənə mod verə bilərsən. Çata baxmırlar, baxmırlar. Verirəm. Romantika kartımı koyur ey romantika. Ben bir sevgiyim ben. Daşı düşüb də talışları bunların başına. Qalıblar altında. Romantika ben kartımı koy da oraya romantika. Kadını alırım seni kaka. Elizabeth Allah bir gözüm seni aktar. Mən gördüm Elizabeth bir dənə də söz yazmışdı, skrin elədim. Yəni hamı yazmış ki, Damla artist gelir ki, ağlasın, maraqlı olsun.
Amma mən gördüm o profil Damlaya nə yazdı. Özü yaxşı söz də yazmadı ya. Qadanı alım, ay. Evliyim. Kızlar benim kartım yukarıdadır. Kimin gücü Damla? Damla mühkem ol. Can ne dersen ay gülcü Damla kadını alırım. O da bizim yerlimizdi. Günlərdə bunlara iki satıb hamısı gəlib talışlarını daşı başsa. Gör burada nə qədər talış var. Bizə talışların adından danışmayın. Bizə xoşdur. Qırmızı kutudan qızıl üzüyü çıxdı. O birindən də məktubdan da pul çıxdı. Prosta Elvin qardaş niyə dedi sondu? Elvin yoruldu belə sözlərdən, Allah haqqı.